Bugün Müslümanlara verilen iki sual var. Ve bu sual karşısında sanki onlar aciz kimi görsənsə də əslində bu sualların cevabı var. Sual nömrə 1. Eğer Allah varsa, ne için Qəzzədə uşaqlar öldürülür ve Allah heç nə etmir? Tövbə estağfurullah. Şübhəsiz ki, bu sualı veren insanın imanı yoktur. Bu birinci mesele. İkinci mesele ise ondan ibarətdir ki, değerli izleyiciler, Allah Tebarek ve Teala halal ve haram diye bir şey belli etmiştir insanlara. Ve Kur'an-ı Kerim'in İsra suresinde 33. ayesinde Allah Tebarek ve Teala deyir ki, Allah'ın haram buyurduğu şəxsi haksız yere öldürmeyin. Allah'ın haram buyurduğu şəxsi haksız yere öldürmeyin. Bu uşaqlar da əslində haram buyurulmuş bir ölümdür. Yani uşaqların öldürülmesi. Ve bu yerde bu uşaqları qətlə yetirənlər özləri düşünsünlər ki, vaxtı ikən onların qız uşaqları diri saxlanılırdı, oğlan uşaqları ise öldürülürdü. Nə tez unutdunuz Musa qövmünün başına gələnləri, Fironun zülmünü nə tez unutdunuz? Və sonda niyə bu sualları vermirsiniz? Niyə ey Yahudilər və yaxud da ki, Yahudilərə bu sualı vermirsiniz ki, və sonda niyə belə danışmırdınız, bu sualları niyə vermirdiniz? Çünki sizə sərf eləmir. Çünki sizin dərdiniz yalnız İslamladır. Digər bir ayədə isə ta cahiliyyə dönəmində varid olan bir hadisə haqqında Quran-ı Kerimdə bu ayə keçməkdədir. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da sizin də ruzusunu biz veririk. Onları öldürmək həqiqətən də böyük bir günahdır. Və bu ayələrdən biz görürük ki, Allah Teala ümumiyyətlə uşaqları öldürməyi qadağan edir. Haram bir əməldir. Fərqi yoxdur aclıqdan, fərqi yoxdur qəsbkarlıqdan. Demək ki, bu əməl var, varid olub və bu əməlin də cəzası və cavabı mütləq olacaqdır. Və heç bir kəs günahsız yerə öldürdüyü, istər müsəlman uşaq olsun, istər digər bir uşaq olsun, öldürdüyü şəxsə görə cəzasız qalmayacaqdır. Ona görə də bu sualı yalnız müsəlmanlara verməkdə sizin qəsdiniz başqadır. Və sanki Allahı günahkar bilirmiş kimi bu sualı verirsiniz. Əslində bu belə deyil. Az öncə qeyd etdiyimiz ayələrdə də biz görürük ki, Allah Teala uşaqları öldürməyə qadağan edir. Və əgər hər kimsə də bunu eləyirsə, bilsin ki, bunun cavabı və qarşılığı var. Bu sanki bir halal və haram məsələsidir. Allah Teala haramı sənə bildiribsə, sən əgər o haramı eləyirsənsə, Allah sənin qarşılığını kəsməyəcək buna görə. Sən sadəcə o haramı eləyəcəksən və o etdiyin harama görə də cavab verəcəksən. Fəqət bəsirət sahibi olmayanlar bu qədər bəsit, aydın, aşkar bir şeyi görmək istəmirlər və yaxud da ki, görə bilmirlər. İkinci, müsəlmanları ən çox tənə eləyən suallardan biri də budur ki, bəs nə üçün müasir İslamda elm yoxdur, inkişaf yoxdur, nə üçün siz kafirlərin alətlərindən, hər şeylərindən istifadə edirsiniz, telefonlarından, maşınlarından və s. ixtiralarından istifadə edirsiniz. Bu sualın da cavabı var. Bu sualın cavabı budur ki, bir, əvvəla heç bir müsəlmana, heç bir kafir nə avtomobili, nə telefonu, nə başqa bir ixtirasını pulsuz vermir. Pulunu alır, verir. Bu sanki satın almaqdır. Bu bir. İkincisi, əgər müsəlmanları ittiham edirsiniz ki, niyə görə onların elmi çatmır bunları ixtira eləməyə, bunun da cavabını inşallah ki, mən sizə verəcəm. Əvvəla bugünə qədər bu sualı verənlər özləri də müsəlmanların ixtiralarından istifadə edirlər. Məsələn, götürək Əl-Xərəzmi. 0-dan 9-a qədər olan rəqəmlər Əl-Xərəzmin icadıdır, ixtirasıdır. Cəbrin banisidir, alqoritmin banisidir və sizin bütün telefonlarınız, sizin bütün gadjetləriniz hamısı Əl-Xərəzmin ixtirası ilə işləyir. Bunu bilirsiniz, amma hardan biləsiniz? Çünki sizin beyniniz yalnız müsəlmanları nədəsə ittiham eləməkdə işləyir. İkinci, mən müsəlman alimlərini qeyd edəcəm. Böyük alimlər hansılar ki, dünyaya böyük kəşflər veriblər. Əl-Biruni, yerin radiusunu dəqiq hesablayan astronomdur. Böyük alimdir, zamanəsinin alimi olub. Üçüncü, Əz-Zəhrəvi, təbabətin, tibbin banisidir. Cərrahiyyənin banisi hesab olunur. Cərrahi alətlər məsələ onun ixtirasıdır. Hansılar ki, bugün milyonlarla, hətta kafirlərin özləri də bu alətlərdən istifadə edirlər və özlərini xilas edirlər. Tusi, Nəsrəddin Tusi, astronomiyanın banisi, rəsədxananı demək olar ki, ilkin teoriyasını, ilkin praktikasını həyata keçirmiş bir adamdır. Və bu kimi elmi bəxşlərə sahib olan müsəlmanları bugün ittiham eləmək ən azı ədalətsizlikdir. İkincisi, niyə görə müsəlmanlar inkişaf eləmədilər, elmdə geri qaldılar? Mən deyim bu sualın da cavabını. Çünki vaxtı ikən müsəlmanların arasına Yahudi xaçpərəst olduqları halda daxil olub müsəlmanları parçalayanlar, onlar arasında fitnə fəsad təfriqə salanlar, onları elmdən, inkişafdan geri saldılar
və müsəlmanların beyninə yeritdilər ki, sizin işiniz yalnız axirətlə olsun, dünya ilə işiniz olmasın. Halbuki dünya da lazımdır, axirət də lazımdır. Fəqət dünyasını axirəti üçün xərcləyənlər daha faydalıdır. Və bunu da bilmək lazımdır ki, axirətsiz elmin bir faydası yoxdur. Yəni, axirəti düşünməyən bir insan yalnız özünü elmə həsr eləsin, bunun da ona bir faydası olmaz, dünyavi faydası olsa da. Və daha dəqiq misallar deyəcəm. Thomas Lawrence İngilis kəşfiyyatının zabiti idi. Məhz o, Osmanlı İmperiyası dönəmində böyük fitnə fəsadlara səbəb oldu, müsəlmanları parçaladı. Bu hələ tarixin bəlli etdikləridir. Lakin tarixin bəlli etmədikləri müsəlmanların içərisində Rəşidi xəlifələrdən sonra nə qədər casuslar, nə qədər xəfiyyələr müsəlmanları parçalayıb və onların beyninə yeridiblər ki, sizin gələcəyiniz yalnız axirətdədir, dünya ilə işiniz olmasın. Halbuki bu böyük bir yanlışlıqdır. Məhz bu səbəblərdən də müsəlmanları elmdən uzaq tutub yalnız ibadətdə saxlamaq istəyi olar onların. Bax, bu da onun nəticəsidir. Bugün müsəlmanlar bilməlidirlər ki, istənilən elmdə, coğrafiyada, həndəsədə, təbabətdə, mühəndislikdə, astronomiyada, astrofizikada, rəqəmsal elmlərdə bugün hər bir müsəlmana ehtiyac var və hər bir müsəlmanın yüksəlişi dinin yüksəlişidir. Ona görə də nə elmdən geri qalın, nə də ki, axirətdən əlinizi üzməyin.